Gəlin sadə ərzaqlarla Novruza paxlava görkəmində salat hazırlayaq. Salatı rahat yığmaqdan ötəri ilk öncə qaba paxlava şəkli çəkirik. Qeyd edeyim ki, kartof, kök, yumurta və toyuğun sinətini öncədən qaynadıb, ərzaqları sürtgəzin ən kiçik gözündən keçirərək istifadə etdim. İlk öncə 1 ədəd orta boy soyutma kartofu əlavə edirəm. Ərzaqları birdən-birə deyil, az-az əlavə edərək çəngəllə yaymağa çalışıram. Üzərindən azca hamarladıqdan sonra zövqə görə duz, qara istiot əlavə edirəm. Və mayonez də əlavə etdikdən sonra hər tərəfə çatacaq şəkildə yayıram. Üzərinə azca üyüdülmüş qoz əlavə edirəm. Qozu hər qatda istifadə etmək daha yaxşıdır. Ardından 2 ədəd yumurtanı əlavə edirik. Siz Novruz bayramına hansı salatları yaraşdırırsınız və hansı salatları sevirsiniz? Şərhlər bölümündə bizimlə bölüşsəniz şad olarıq. Eyni qayda ilə hamarladıq. Üzərinə duz, qara istiot, mayonez və qoz əlavə edirik. Mayonez əlavə etdikdən sonra hamarlamağa ehtiyac yoxdur. Salatda istifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsində qeyd etdim. Xırda-xırda doğradığım toyuğun sinətini əlavə edirəm. Əti qaynadarkən yetəri qədər duzdan istifadə etdiyimə görə salatda üzərinə duz əlavə etmədim. Sadəcə qara istiot, mayonez əlavə edirəm. Mayonez əlavə etdikdən sonra hamarlamağa ehtiyac yoxdur. Üzərindən kök əlavə edirik. Son qat olaraq kök əlavə edirik və salatın üzərinə hamarlayırıq. Kökün üzərindən mayonez istifadə etməyə ehtiyac yoxdur. Sadəcə kənarlarda azca mayonezdən istifadə edirik. Salatın olmazsa olmazı qozdur. Qozu kənarlara yaxşı belə desək əlavə etmək üçün. Siz istəsəniz hətta bir qat olaraq kartofun üzərindən də kök əlavə edə bilərsiniz. Salatın kənarlarını hamarladıqdan sonra incə bir qat olaraq qoz əlavə edirik. Son toxunuş olaraq üzərinə 1 ədəd qoz yerləşdiririk. Budur artıq Novruza dadlı, ləzzətli, sadə ərzaqlarla paxlava görkəmində salatımız hazırdır. Siz də sadə ərzaqlardan istifadə edərək Novruza belə dadlı, fərqli salatı rahatlıqla hazırlaya bilərsiniz. Bu günlük bu qədər. Hələlik.